maraqlı bir məsələdir. Bunun həllini paylaşmaq istəyirəm. Yəni, məsələdə 1 metr uzunluqlu ipdən asılmış kürəcik verilir. Kürəcik el nöqtəsinə gəlib çatanda ip qırılır və həmin anda daxili partlamanın 2 qəlpəyə ayrılır, eyni kütləli. Və birinci qəlpə M nöqtəsinə düşür, ikinci qəlpənin düşdüyü məsafə axtarılır. Yəni, verilənləri yazırıq. L bərabərdir 1 metr. Alfa 37 dərəcə. H 5 metr. L1 8 metr. L2 sual. Bir neçə addımda həll eləmək lazım olacaq. Yəni, birinci addımda bu düzbucaqlı üçbucağı və bu H1 işarə eləyəcəm bu məsafəni. Bu H1 məsafəsini və bu düzbucaqlı üçbucağın X hissəsini nəzərə alaraq bu ikisinin cəminin ipin uzunluğu olduğunu, yəni bu nöqtəyə gəlib çatanda ipin uzunluğu həmin o H1 hündürlüyü ilə X-in cəminə bərabərdir. Və bu üçbucaqdan X-i tapırıq. Sonra, yəni bitişik katet olduğuna görə birinci addımda X bərabər olur L kosinus alfa. Buradan X-i tapacaq. İkinci addımda L-dən X-i çıxıb H1-i tapmalıyıq. H1 bərabərdir L minus X. Üçüncü addımda buradakı potensial enerji MgH1 bərabər olacaq L nöqtəsindəki kinetik enerji mv0 kvadratı bölünsün 2. Bu iki enerjinin, çünki bu ən kənar vəziyyətdə potensialın maksimum qiyməti tarazlıqdakı kinetik maksimum qiymətinə bərabərdir. Bu bərabərlikdən başlanğıc V0 sürətini tapmalıyıq. Yəni, MgH1 bərabərdir mv0 kvadrat bölünsün 2-dən m'ləri ixtisara aparırıq. V0 kvadrat bərabər olur. V0 bərabər olur yazaq birbaşa. V0 bərabərdir kök altı 2 JH1. Bu hissəni həll eləyək. 1 vurulsun kosinus alfa 0,8 bərabərdir 0,8 metr. H1 bərabərdir 1 minus 0,8 bərabərdir 0,2 metr. Yerinə yazsam 2 vur 10 vur 0,2 bərabərdir 2 metr bölünsün saniyə. Bu V0 sürəti. Bundan sonra həmin M kütləli, buradakı o M kütləli zərrəcik yaxud cisim 2 qəlpəyə parçalanır. Biri eyni kütləli M bölünsün 2 V1 sürəti ilə gəlir M nöqtəsinə düşür. İkinci M bölünsün 2 V2 sürəti ilə gəlir və onun hara düşdüyü axtarılır. Bu da axtardığımız L1. Bunu tapmaqdan ötürü dördüncü addım. Nə qədər vaxta düşəcəyini tapırıq birinci cismin. T bərabər olur. Kök altda 2H bölünsün J. V0 sürəti ilə üfüqə atılmış cismin düşmə müddətini təyin edirik. 2, 5 metr hündürlükdən düşür. J 10. T olur 1 saniyə. 1 saniyə sonra birinci hissə yerə çatır. İkinci hissədə eyni vaxtda V2 sürətinə atıldığına görə o da eyni vaxtda öz düşdüyü yerə çatır. Yəni, bu birinci hissədən V1 sürətini tapa bilirik. Çünki məsafə var. V1 bərabər olur L1 bölünsün T. L1 8-dir. T1 8 metr bölünsün saniyə.
6-cı addım artıq impulsların bərabərliyindən V2-ni tapa bilərik. Başlanğıcda M kütləli cisim V0 sürəti var idi, impulsu olurdu. İmpulsları yazanda sürətlərin istiqamətini düzgün göstərə bilmək üçün X oxunu göstərək. Yəni başlanğıcda X oxu istiqamətində idi sürət, ona görə M V0 bərabərdir. İkinci V2-nin sürəti müsbətdir, X oxu istiqamətində, V1 mənfidir. Ona görə mən birinci V2-ni yazacağım, sonra ondan V1-i çıxacağım. M bölü 2 V2 minus M bölü 2 V1. M'lər hər tərəfdən ixtisar gedəcək. Hər tərəfi 2-yə vursam, 2V0 bərabərdir V2 çıx V1. V2 bərabərdir 2V0 üstəgəl V1. Yerinə qiymətlərini yazanda V2 bərabər olur 2 vur 2 üstəgəl 8. 12 metr bölünsün saniyə. Sonuncu addım L2 məsafəsini tapmaq. L2 bərabərdir. Yəni üfüqi toplanan dəyişmir hərəkət boyunca, ona görə bərabər sürətli hərəkətdir. 12 vurulsun T müddətində yerə düşür 1 saniyə bərabərdir 12 metr. Məsələdə 7 ardıcıl fəaliyyət yerinə yetirdik və məsafə üçün 12 metr aldıq.